Salam əziz YouTube tarix sevərlərim. Bugün sizə təqdim edəcəyim dərs Qədim Finikiyadır. Bu dərsdə Qədim Finikiyanın coğrafi mövqeyini, əhalisini, məşğuliyyətini, əlifbanın yaranması barəsində öyrənəcəksiniz. Qədim Finikiyalılar harada yaşayırdılar? Aralıq dənizin şərq sahilində məskunlaşmışdılar. Sənətkarlıq, ticarət, dənizçiliklə məşğul olurdular. Təsərrüfatda bağçılıq əsas yer tuturdu. Şərabı və zeytun yağını qonşu ölkələrdə taxılı dəyişirdilər. Misirə göndərilən sidr ağacı ən qiymətli tikinti materialı idi. Şəffaf şüşə icad etmişdilər. Dəniz iblizi şirəsindən hazırladıqları purpur adlanan tünd qırmızı boya qonşu ölkələrdə çox məşhur idi və yüksək qiymətləndirilirdi. Finikiyanın adı da bu boyadan alınmışdı. Finikiyanı qədim Yunanlar isə Foinikiya, purpurlar ölkəsi, tünd qırmızı boyaq adlandırırdılar. Eradan və 2-ci minillikdə Finikiyalılar ən yaxşı gəmi düzəldənlər və dənizçilər idi. 2 cür gəmi, hərbi və ticarət gəmilər düzəldirdilər. Aralıq dənizi xalqları içərisində ilk dəfə açıq dənizdə Finikiyalılar üzməyə başlamışdılar. Dənizçiləri gəmilərlə Aralıq dənizi boyunca üzərək Atlantik okeanına çıxırdılar. Dəniz quldurları sahil kəndlərini qarət edir, adamları oğurlayıb qul edirdilər. Qədim Finikiyanın ərazisində yerləşən müasir Livan dövlətinin bayrağında sidr ağacı təsvir olunub. Finikiyalıların müqəddəs hesab etdiyi sidr ağacı sülh və uzunömürlük rəmzi sayılır. Livanlılara görə sidr ağacı əbədiyyət və sabitliyi əks etdirir. Finikiya şəhər dövlətləri və koloniyalar. Finikiyalıların Tir şəhər dövləti həm də ən başlıca şəhər idi. Finikiya tacirləri dəniz yolu ilə Misir və Babil ilə ticari əlaqələr saxlayır. Bu ölkələrin mallarını Yunanistanda, Yunan mallarını isə şərqdə satırdılar. Finikiyalı eradan və 16-cı əsrdə Finikiyada, İspaniyada, Şimali Afrikada, Aralıq dənizi sahillərində və adalarda koloniyalar yaratmışdılar. Koloniya, bir xalqın yad bir ölkənin ərazisində saldığı daimi yaşayış məskəni deməkdir. Bibil, Sidon və Tir şəhərləri koloniya yaratmışdılar. Tir şəhəri Afrikanın şimalında Karfagen koloniyasını salmışdı. Tarixdə ilk əlifbanı Finikiyalılar yaratmışdılar. Qədim Finikiya əlifbası Misir hieroqlifləri əsasında tərtib edilmişdi. 22 samitdən ibarət idi. Müasir əlifbaların hamısı Finikiya və Yunan əlifbası əsasında yaranmışdır.